Rufus sualına baxırıq. Deməli, belə bir tənlik verilib bizə. Buradan baxın, sürətdən nəyi ortaq vuruq çıxarmalıyıq da burada. Sürətdən baxın 3 üstü x minus 1 var. Digərində 3 üstü x var. Bizdə həmişə ortaq vuruq kimi kiçiyi çıxardırdıq da. Düzdürmü? Həmişə ortaq vuruq kimi kiçiyi çıxardırıq. Ona görə burada 3 üstü x minus 1'i çıxardacağıq ortaq vuruq kimi. Baxaq. Deməli, sürətdən 3 bir də həm də 16 var da hər ikisində. Hər ikisində 16 var. 16'nı da çıxardırıq. Bir də 3 üstü x minus 1'i çıxartdıq. Birincidə nə qaldı? Birincidə qaldı 1. Üzərinə gəlsin. Burada 16 gedib 3 üstü baxın 3 üstü bunu nəyə 3 üstü x minus 1'i ya nəyə vuranda 3 üstü x olar? 3'ə. Niyə? Çünki 3'ün üstündə 1 var. Həmin o mənfi 1 ilə bu vurma zamanı toplanıb islah olacaq. 3 üstü x qalacaq. 3 üstü 1'ə. Bu da 3 deməkdir. Onsuz da. Sonra məxrəc. Məxrəcdən baxın 3 üstü x plus 1 daha böyükdür minus 1'dən. Ona görə məxrəcdən həm də 2 var. 2 vurulsun 3 üstü x minus 1'i çıxardıram. Mötərizədə nə qalır onda burada? Yenə baxın. X'i saxlamaq üçün onda 3 yaratmalıyam burada. 4'dən olsa zaten bir dənə 2 qalıb. İndi mən bunu 3 üstü nəyə vuranda x minus 1'i nəyə üzərinə nə gələndə x plus 1 eləyər. Üzərinə 3 üstü 2 gələndə. Niyə? Çünki 3 üstü 2 olsa mənfi 1 ilə bu 2'ni vurma zamanı toplayıb üstə gəl 1 eləyəcəm. Olacaq x plus 1. 3 üstü 2. Sonra çıxılsın. Burada isə artıq 1 qalıb da. Çünki ben bunu elə çıxarmışam da mötərizə xaricində. Burada da 1 qalıb. Mötərizəni bağladıq. Bərabərdir. Bunu olduğu kimi yazırıq. 3-cü dərəcədən kök altında 2 üzərində x minus 1. Məxrəcdə də 17. İndi burada ixtisarlar var. Onu başqa qələmlə göstərim. Deməli, burada 3 üstü x minus 1, 3 üstü x minus 1 ixtisar oldu. 2 ilə 16 ixtisar oldu. 2'yə burada 8 qaldı. 8 qaldı. Bu buranın qiyməti neçə eləyir? 2 vurulsun. Bu 3 üstü 2 9'dur. 18 elə də 17. Baxın, digərində də məxrəcdə 17 var. Bu 17 ilə də bu 17'ni ixtisar apardıq. Onu da başqa qələmlə göstərim. Deməli, bu 17 ilə də bu 17 ixtisar getdi. Başqa bir şey qalmadı məncə. Nə qalıb? Bax, bir dənə bu qalıb. Bunu birinci yazacağım. Yəni, 3-cü dərəcədən kök altında 2'nin üzərində x minus 1 bərabərdir. Bərabərliyin yerlərini dəyişdim də sadəcə. Bərabərin bu tərəfində fikir versəz heç bir şey qalmayıb. Bir dənə 8 qalıb. Fikir versəz bir dənə burada 8'imiz qalıb. Bərabərdir 8'ə. İndi hər tərəfi kuba yüksəltsəm, çünki axı 3-cü dərəcədəndir, kvadrat deyil. Kuba yüksəltsəm hər tərəfi, bu kubla həmin o kuba yüksəltdiyim üçün kub kök gedəcək, qalacaq 2 üstü x minus 1. 2 üstü x minus 1 bərabərdir 8'in təbii ki kubu. 8'in kubu da 512 eləyir səhv eləmirəmsə. 512. 512 də belə deyə də 8'in kubunu hesablamayaq. 8'in özünü 2'nin kubu yazaq. 2'nin kubunun kubu olsun. Bu da 2 üzərində 9 olsun. Baxın, 2'nin kubu 8. Üstə də vurulur. 2'nin üstü 9. Amma burada da 2'nin üstündə x minus 1 yazıb. Belə çıxır ki, buradan x minus 1 9'a bərabərdir. Təbii ki də buradan x bərabərdir 10'a. Həll olundu. X soruşurdu. Cavab 10.